Mətnlə bağlı bizim suallarımız qarşımıza çıxacaq. İlk sualımıza nəzər salsaq, tələffüz şəklində verilmiş sözlərdən biri isim deyildir deyir. Burada təbii ki, sual vermək lazımdır. Həyəcan nə? Bulud nə? Qaçaq kim? Şəhərli, bu sizi çaşdıra bilər. L çünki sifət düzəldən şəkilçidir adətən, amma amonim şəkilçidir. Həm sifət, eyni zamanda isim düzəldə bilər. İnsan anlayışı bildirərsə, milliyyət bildirərsə, soyad bildirərsə, bu zaman isim yaradır. Və burada şəhərli insan anlayışı bildirdiyinə görə kim, kəndli, kim, məktəbli, kim burada isim götürüləcək. Və Y variantında gördüyünüz kimi yazdır burada E variantı. Demək isim olduğu halda dır, dir, durdur şəxs şəkilsi olsaydı uşaqlar, dır orada öz sabitini birini itirərdi. D, di, du, dü formasında, yazdı formasında qarşımıza çıxardı. Lakin burada yazdır, yazdırmaq feili olduğuna görə isim olmayan variant istəyir deyə bizdən doğru cavabımız olacaq Y variantı. İkinci sualımızı nəzərə salaq. Biri feildən düzələn isim deyil. İlk öncə nəzərinizə çatdırmaq istəyirəm ki, nədən düzəlib anlayışı deyəndə kök ilə qarışdırmayaq. Çünki nədən düzəlib deyəndə biz sözün kökünə yox, sözdə axırıncı, yəni sonuncu leksik şəkildə çıxmaqla yerdə qalan hissəyə baxmalıyıq. Bəzən sözün tərkibində kök bir leksik şəkilçi olduğu halda köklə yarandığı nitq hissəsi eyni ola bilər. Lakin birdən artıq leksik şəkilçi sözün tərkibində varsa, o zaman sözün kökü və başlanğıc forması anlayışları fərqləndirilməlidir. Burada təhlilə fikir verək. Demək, ilk öncə yellənəcək sözün təhlili. Yel sözün kökü, yelləmək, yellənmək və yellənəcək. Gördüyümüz kimi burada cək bizim sonuncu şəkilçimizdir və bunu da çıxanda yellənməkdən yellənəcək. Feildən sonra isim yarandığına görə bu variantı çıxırıq. Sonra gəldik D-yə. Qazanmaq sözündən nə yaratdıq? Qazanc sözünü və bu da feildən sonra isim olduğuna görə D variantında çıxırıq. Daraq, daramaqdan nə yaranır? Daraq yarandığına görə feildən isim yaranır. C variantında çıxırıq. Tikməkdən tikinti feildən isim yarandığına görə Y variantında çıxırıq. Lakin biz əgər burada demək döşəkçə sözünə fikir verdikdə görərik ki, döşə sözün köküdür. Biz yunu döşəyə içinə tökürük, döşəyirik. Döşəməkdən döşək yaranacaq, döşəkdən isə döşəkçə. Və burada sonuncu leksik şəkilci çə şəkilçisidir. Çəni də çıxdığımız halda biz yerdə feilin yox, döşəkdən döşəkçə isim yarandığının şahid oluruq. Ona görə B variantında kökü feil olsa da isimdən düzəlmiş isim olduğuna görə cavabımız B variantı götürüləcək. Üçüncü sualımıza nəzər salaq. Altına xətt çəkilmiş hansı sözlər bir-birinin sinonimi deyil? Bilirik ki, sinonimlər yazılışı və deyilişi fərqli, leksik mənaları eyni və yaxın olan sözlərə sinonimlər deyilir. Bununla yanaşı sinonimlərin nitq hissələrinin də eyni olması bizim üçün vacib şərtdir. Çünki sinonim, antonim, bir də çox mənalı sözlər üçünü birləşdirən ortaq cəhət onların nitq hissələrinin eyni olmasıdır. Burada A variantı nəzər saldıqda uşaq və körpə sözləri altından xətt çəkilib. Uşaq demək kim? Sualına cavab verəcək. Qrammatik mənasına görə ad bildirir. Körpə necə? Sualına cavab verir. Qrammatik mənasına görə əlamət, keyfiyyət bildirir. Ona görə də uşaq və körpə sözləri fərqli nitq hissələrinə aid olduğuna görə onlar sinonim götürülə bilməzlər və doğru cavabımız olacaq elə bizim A variantı. B-də yurd, vətən, qoca, yaşlı, həya, abır, təsirci, sirayət edici. Bunlar hər biri həm məna, həm qrammatik cəhətdən əlaqələndiyinə görə sinonim söz kimi çıxış edə bilirlər. Növbəti sualda nəzər saldıqda doğru fikirləri müəyyən edin deyir bizə. Fikirləri maraqlıydı. Cümləsinin təsirli qaç şəkilsi var. Xeyr, onun fikirləri. Burada mənsubiyyət şəkilsi üçüncü şəxsin təkini mənsubiyyətidir. Ona görə A variantı çıxır. Təsirli kal olsaydı təsirli feil əlaqələnməli idi. Xəbərimiz ismi xəbər olduğuna görə onun yanında gələn söz adətən təsirli kal olmur. B variantı nəzər salaq. Sözə hal şəkilsinin əvvəl mənsubiyyət şəkilsi qoşula bilməz. Yanlışdır. Qoşula bilər. B variantında çıxardırıq. Yayda gələcəyim cümləsində hal şəkil söz işlənib. Xeyr, yayda burada hal şəkilçisi yox, düzəltmə, zərf əmələ gətirən şəkilçidir. Nə vaxt? Yayda, qışda. Ona görə C variantında çıxırıq. Yanlış fikirdir. Qarı narahatdır cümləsinin yalnız bir nitq hissəsidir. Xeyr, burada narahat bizim sifətimizdir. Qarı kim isimimizdir. Ona görə burada yanlış fikirdir. İki nitq hissəsi var. D variantında çıxırıq.
döyüşçü və döyüşkən sözləri müxtəlif nitq hissələrindən yaranıb. Bəli, burada düzdür. Hər ikisinin kökü döymək feilidir. Hər ikisində döyməkdən döyüş yaranıb, lakin birində döyüş feildən isim, digərində feildən feil yaradıb. Ona görə də döyüşçü deyəndə isimdən düzələn isimimizdir. Döyüşkən deyəndə qankən feildən sifət düzəldən şəkilçimizdir və feildən sifət yarar. Ona görə biri döyüş ismindən, digəri də döyüş feilindən yarandığına görə Y variantımız doğru cavab kimi götürüləcək. Ondan sonra nəzər salıb 5-ci sualımıza. İsmə aid fikirlərdən biri yanlışdır. Adlı xal olan sözlərdə şəkilçi ola bilər. Uşaqlar, adlı xal öz şəkilçisi yoxdur. Amma adlı xal yerdə qalan qrammatik şəkilçiləri cəmlənə bilər, mənsubiyyət qəbul edə bilər, xəbərlik şəkilçilərini qəbul edə bilər. Ona görə də bizim A variantımız bu test üçün doğru cavabdır və variantdan çıxır. Mənbə, mənşə, mənafi sözlərinə qoşulan bitişdirici samit, əmi dayı sözlərinə qoşulan bitişdirici samitdən fərqlidir. Təbii ki, fərqlidir. Biz öyrənmişdik ki, mənafi, mövqe, mənşə, mənbə, tali və 2 milli sözümüz su və nə sözləri mənsubiyyətə görə dəyişərkən ümumi qaydadan kənara çıxır və biz bunlara S yox, Y bitişdirici samit əlavə edirik deyə. Onun üçün bunlarda əmsi S olduğu halda, amma mənbəyi, mənşəyi, mənafeyi Y bitişdirici samit istifadə olunduğuna görə bunlar bir-birindən fərqlənirlər. C variantına baxırıq. Təsirli halda olan söz hal şəkilçisinə əlavə 3 qrammatik şəkilçi qəbul edə bilər. Xeyr uşaqlar, ismin adlı xalı və təsirli halı ismin 4 qrammatik şəkilçisindən 3-ünü qəbul edə bilir. Adlı xal qəbul etmir, cəm mənsubiyyət xəbərlik şəkilçisini qəbul edir. Təsirli hal, mənsubiyyət, bir də cəm qəbul edə bildiyi halda xəbərlik şəkilçisindən qəbul edib cümlə ismi xəbər kimi çıxış edə bilmir. Və ismin yeganə halı təsirli haldır ki, xəbər şəkilçisi qəbul edib xəbər ola bilmir. Ona görə 3 qrammatik yox, burada özündən əlavə 2 qrammatik şəkilçi qəbul edir və bu yanlış fikirdir. D variantında bəzi sözlər çıxışlı hal şəkildə fərqli tələffüz oluna bilər. Bəli, MN burun samitlərindən sonra dan-dən şəkilçisi gələrsə, nan-nən kimi tələffüz olunacaq. Yönlük hal şəkildə fərqli tələffüz olunmur. Bəli, bunu da bir qayda kimi saxlayın yadınızda ki, ismin yeganə hal şəkilçisi fərqlənən sözü çıxışlı haldır. Bu da burun samitləri ilə birgə işlənərsə, qalan halda yönlük hal dəyişmir, özünə əvvəlki açıq saytı qapalı saytə çevirir. Növbəti sualımıza nəzər saldıqda cədvələ əsasən biri doğru deyil. Burada bab balaca sözü adi dərəcədir. Ümumiyyətlə bu fikirlərdə doğru deyil deyirsə, fikir doğru qarşısındakı yanlış yazılmalıdır və yaxud da fikir yanlış qarşısında doğru yazılmalıdır. Əgər fikirlər doğrudur desəydi bizə, o zaman doğru fikrin qarşısında doğru sözü, hökmü, yanlış fikrin qarşısında yanlış hökmü qeyd olunmalıydı. A variantını nəzərə salaq. Demək, burada deyir ki, bab balaca sözü adi dərəcə olan dərəcədədir. Xeyr, bab balaca çoxaltma dərəcəsindədir. Ona görə də fikir də yanlışdır, hökm də yanlışdır. Biz A variantını çıxırıq. Bizə doğru olmayan lazımdır. Açıq danış ifadəsində sifət yoxdur. Bəli, feilin qarşısına gəldiyi halda açıq zərf olacaq. Ona görə də fikir də doğru, hökm də doğrudur. Evdəkilər narahat edir cümləsində sifət var. Bəli, evdəki. Burada dakı sifət düzəldən şəkilçidir. İsimləşməyinə baxmayaraq başlanğıc forma sifət olduğuna görə biz bunu sifət götürürük və doğru cavabdır. Dünənki məsələ həll olundu. Yanlışdır. Cümləsində sifət necə sualına cavab vermir. Vermir, bəli, doğrudur. Çünki Q və dakı şəkilçiləri düzələn sifətlər necə sualına yox, yalnız hansı sualına cavab verdiyinə görə biz demək buradakı cavabı hökm doğru olub, fikir doğru olub, hökmün qarşısında yanlış yazıldığına görə doğru olmayan variantımız olacaq bizim D variantı. Bu mənzərə çox gözəldir, bəli. O demək deyil ki, ismin şəkilçisini qəbul edirsə, bu mütləq isimləşməlidir. Bu mənzərə çox gözəldir. Burada ismin şəkilçisi olmağına baxmayaraq isimləşmə müşahidə olunmur. Ona görə də Y variantımız da yanlış cavab kimi çıxarılacaq. Gəldik, qarşısında doğru hökm yazıldığına görə yanlış cavab götürürük. 7-ci sualda tərkibində sifət işlənmiş cümləni müəyyən edin. Mühəndis Kamil indi ciddi danışırdı. Burada mühəndis isim ciddi danışır feilin qarşısına gəldiyinə görə bu bizim zərfimizdir. Ona görə A variantında sifətimiz yoxdur. Gözəllik 19-u dondur. Burada gözəllik sifətdən üzrə isim olduğuna görə bu variantımıza çıxarılacaq. C variantı bu qonaq hamıya diqqətlə baxırdı. Bu diqqətlə zərfdir. C variantda çıxarılacaq. Hamı açılmış qapıya tərəf boylanır. Burada açılmış feili sifət, yəni feil olduğuna görə
D variantı da çıxarılacaq. Mən indi yaralını aydın görürdüm. Bəli, burada yaralı isimləşsə belə morfoloji baxımdan yenə də başlanğıc forma nədir? Sifətdir və doğru cavabımız olacaq D variantı. Növbəti sual. Klasterə əsasən yanlış nöqtələrin yerinə yazıla bilən doğru bəndi müəyyən edin. Burada demək cümlədə təyin olur, azaltma dərəcəsindədir. Biz sözü tapmalı və sözə aid olan üçüncü xüsusiyyəti müəyyənləşdirməliyik. Bunlar adətən yeni tipli testlər hesab olunurlar və diqqətli olmağımız lazımdır. Körpəcə dərəcə əlaməti ədad vasitəsilə yaranmışdır. Xeyr, körpəcə çoxaltma dərəcəsindədir. Mənə azaltma dərəcəsi lazım olduğuna görə A variantı variantımızdan çıxır. Sarımtıraq, B-də sarımtıraq bəli azaltma dərəcəsidir. Dərəcə əlaməti tərkibə şəkilçinin əlavə olunması ilə yaranmışdır. Bəli, doğru cavabımız B variantıdır. Imtıraq, mıtıraq, sov, şın, rak dərəcə ünsürü əmələ gətirən şəkilçi olduğuna görə bəli 8-də doğru cavabımız B variantı götürüləcək. 9-a nəzər salaq. Hansı cümlədəki sifətlər isimləşməyib? Yenə deyirəm, sifətin ismin şəkilçisini qəbul etməsi onun isimləşməsi demək deyil. Ola bilər ki, sifətin tərkibində ismə məxsus şəkilçi ola bilər, amma o isimləşməyə bilər. Bu yolla indi çox rahatdır. Necədir? Rahatdır. Sifətdir və isimləşməyib. Necədir? Malik indi təzələri hamıya sevinclə göstərir. Bu da təzələri. Sifət var, amma isimləşib. 2 gedir. Bu iş indi bizə uyğundur. Necədir? Bəli, 3-ü də doğru cavab kimi götürürəm, 1-i də doğru cavab kimi götürürəm. Doğru cavabımız olur A variantı. 4-ə baxıram. Qorxmuş qonaqlar hərəcə burada feili sifətlə çıxırıq. Bir də demək, Mədəniyyət yeni tikilən kitabxananın yanında idi. Burada yeni tikilən feilin qabağında gəlib deyə zərfimizdir. Ona görə 9-da olacaq cavabımız A variantı. 10-cu sualımıza, qrammatik sualımıza nəzər salaq. Şəhərdəki narahatlıq hamını düşündürür cümləsində sifət haqqında hansı fikir yanlışdır? A. Sifətin bütün suallarına cavab verir. Xeyr, təbii ki, çünki mən bayaq da vurğuladım şəhərdəki, dakidəki sözlərlə düzələn sifətlər necə sualına yox, yalnız hansı sualına cavab verdiyinə görə burada cavabımız A variantı yanlış cavab kimi götürüləcək. Kökü isimdir, təbii ki, şəhər isimdir. Cümlədə təyindir. Şəhərdəki narahatlıq hansı narahatlıq? Təbii ki, təyindir. C-də gedir, B-də gedir. İsmi birləşmə asıl tərəfi kimi işlənmişdir. Bəli, şəhərdəki narahatlıq ismi birləşmədir və asıl tərəfi kimi çıxış eləyib. Bu da doğru cavabdır, gedir. Tərkibində bir leksiya geçir və bəli, şəhər, şəhərdəki. Ona görə doğru cavabımız onda olacaq bizim A variantı. İndi isə gəldik Dakotaların başçısı oturmuş öküz mətnimizə və mətnimiz bədii mətindir, bizə məlumat verir. Həsə bir əsərdən yığcam bir hissədir, ixtisardır. Və burada əsas mövzu oturmuş öküz, yəni öküz əslində güc, qüvvət, cəsarət simvoludur, lakin açıq sahədə oturduğuna görə buna oturmuş öküz adı vermişdilər. Və keçək mətnlə bağlı suallarımıza. Demək, 11-ci sualda mətnin tərkib hissələri ilə bağlı istəyir bizdən. Bilirik ki, mətnimiz 3 hissədən ibarət olur, gediş, əsas və nəticə hissələrindən. Və biz burada əsas hissəyə aid olan fikirləri seçib müəyyənləşdirməliyik və gediş hissəyə və nəticə hissəyə uyğun olan fikirlər müəyyənləşdirilməlidir. Demək, baxırıq birinci gediş hissəmizlə bağlı. Deyir ki, gəlmələrin gedəcəyini ümid etməsi. Bu, təbii ki, olacaq hansı hissə? Əsas hissəyə, orada var idi, ağ hinduların getməsi ilə bağlı ümid edilməsi əsasdır. Və ona görə demək, biz əsas hissənin qarşısına yazırıq nə? A variantını. Sonra qəhrəmanlığın unudulmaması. Bu, təbii ki, sonunda qəhrəmanlıq hərdə verirlər arasında əfsanələr var deyirsə, bu nəticəsi aiddir. 3-ə B olacaq. Sonra düşmənin yaxınlığında oturmaq. Təbii ki, bu da yenə də əsas hissəyə aid olacaq. Çünki o yaxınlığında gəlib oturmuşdu öküz. Ondan sonra ölkənin sahibi olduğunu inamla bildirməsi bu giriş hissədə götürüləcəkdir. Cadügərin üzr istəməsi, cadügərin üzr istəməsi ilə bağlı belə bir xanamız yoxdur. Ona görə doğru cavabımız 11-ci sualda olacaq B variantı. Ondan sonra 12-ci sual nəzər salaq. Uyğun fikirlərdir, doğrudur, yanlışdır, ehtimaldır.
Burada cadugarın təklifi kör-köranə idi. Təbii ki, o kör-köranə təklif eləyirdi ki, mənim cadularımla, tilsimlərimlə, bax bu hissədə olanlar demək heç vaxt məğlub olmurlar. Ona görə də kör-köranə bir təklif vermişdi. Doğrudur. Biri götürürsüz. Qəbilə daxilində fikir ayrılığı yaranırdı. Bəli, bu da doğru cavabımız. 2 də doğru olacaq. Çünki oturmuş öküzlə gələnlər də var idi, razı olub gəlməyənlər də var idi. Bəzi at üstü düşmənə yaxınlaşmağa razı idilər. Bu doğrudur. Amma bizə yanlış olan lazımdır. Yanlışın altında 3'ü götürmürük. Sonra demək 1 doğrudur, 2 doğrudur, 3 yanlışdan doğru yazılıb deyə səhvdir. Dakota qəbiləsi gecə vaxt ağ əsgərlərin düşərgəsinə yaxınlaşırdı. Bəli, 4də yanlış olduğuna görə belə bir şey yoxdur. Mətndə yanlışdır və 4 yanlış olduğuna görə biz götürməliyik. Cadugar oturmuş öküzə ədavət bəsləyirdi. Bəli, bir ədavət var idi. Çünki digərlərini döyüşə ruhlandırırdı ki, siz gedin döyüş. Əslində oturmuş öküz döyüşə meyilli deyildi. Çünki 5'i də doğru götürürük və burada doğru cavabımız olacaq bizim B variantı. 13'də mətnə əsasən oturmuş öküzə aiddir. Burada demək ciddi səhvlərə yol verir. Xeyr, əksinə öz elini yurdunu qoruyur. Bir yanlışdır. Onun üçün biz biri götürmürük. Bəzi hadisələrin iradəsinin asılı olmayaraq baş verir. Bəli, bura nəzər salsaq o deyir ki, əslində döyüşə razı deyildi. Amma başçı iradəsinə bəzi hadisələr isə deyir, başçının iradəsinə zidd olaraq baş verirdi. Bəli, ona görə bunu götürməliyik. Ondan sonra cəsarətini sübut etməyə ehtiyac duyur. Xeyr, belə bir şey də yox idi. Başqa qəbilələrlə münasibətləri demək vardır. Xeyr, belə bir şey də yox idi mətndə. Mətnin xalqın vətənin müdafiə tərəddüd etmir. Bəli, belə bir şey var idi. Ona görə burada cavabımız 2 və 5, o da doğru cavabımız olacaq D variantı. 14-cü sual nəzərə salın. Mətnin əsas doğru fikirlərdir deyir. Oturmuş öküz bir neçə qəbiləyə rəhbərlik edir. Bəli, doğrudur. Biri doğru götürməliyik biz. Doğru cavabımızdır. Sonra qəbiləni qocalar idarə edə bilərdilər. Belə bir yanaşma yoxdur mətndə. 2 çıxarılacaq. Mövqelər arasında dairələr cızılmış. Xeyr, belə bir yanaşmamız da yoxdur. Bu da çıxarılacaq. Silahsız yaxınlaşmaq mümkündür. Bəli, 4 doğrudur. Qəbilə başçıları tərəfindən qəbul edilməyə bilər. Bəli, onun təklifini 4 nəfər qəbul etmişdir. A variantımız doğru cavab götürüləcək. Növbəti sualımız mətndə çərçivə daxilində verilmiş sözün mənasına uyğun şərh. Çərçivə daxilində verilən sözümüz təlqin etmək. Təlqin etmək nəyisə kiməsə inandırma, beyninə yer etmək anlamını ifadə edir deyə. Bəli, biz burada doğru cavab kimi Y variantını götürməliyik. Sonra 16-cı sualda üzərində rəqəm yazılmış sözlərdən məcazi mənada olanları müəyyən edin deyir. Sözlərimizə nəzər salırıq. Demək, burada bildirən zaman burada görürük ki, həqiqi mənalıdır. Bu getdi. İkinci, düşərgəyə yaxınlaşdı. Bu da həqiqi mənalıdır. Bu da getdi. Ondan sonra gəldik 3-cü sözümüzə. Göstəriş vermək olmaz. Bəli, bu məcazidir. 3 götürüləcək. Ondan sonra gəlirik. Döyüşməyə gəlmişik. Bəli, bu da həqiqi mənalıdır. Bunu da götürmürük. Bu da gedir. Və 5-ci sözümüz isə bizim burada olacaq. Demək, verilmiş dərs. Təbii ki, dərs verilə bilməz. Ona görə də məcazidir və doğru cavabımız isə sualımızda olacaq 3 və 5. Baxaq hansı variantdır. O da olacaq doğru cavab Y variantı. Sonra 17-ci sual nəzər salaq. Mətn əsasında hansı suala cavablandırmaq mümkündür? Oturmuş öküz öz məqsədinə çatdımı? Təbii ki, çatdı. Xalqın müdafiəsinə qalxdı və qalib gəldi və şöhrəti də dillərə dastan oldu. Ona görə bir doğru cavabımız götürüləcək. Ondan sonra bir doğru cavabımızdır. Ağ əsgərə hinduların fikrinə hansı cavab verirlər? Xeyr, belə bir şey yox idi. Cadugarın oturmuş öküzün oturmanın cavabı nə oldu? Belə bir şey də yox idi. Amerika hinduların ittifaq bağlamış qəbilələr olubmu? Bəli, bu doğru cavab olacaq. Düşmənə yaxın mövqeyə oturmaq təklifini qəbul etmək oldu mu? Bəli, 4 nəfər qəbul etdi. Yerdə qalanlar təklifi qəbul etmədilər və D variantı doğru cavabımız götürüləcək. 18. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin kontekstə uyğun qarşılığını müəyyən edin.
Tüm qara hərflərlə verilmiş ifadəmiz burada hamı bir-birinə dəydi ifadəsidir və mətndə də görürsüz. Bir göstərim. Hamı bir-birinə dəydi. Burada qara hərflə verilmiş sözümüzdür. Fikir versəz görəcəksiniz və onun da mənası təbii ki, təşvişə düşmək mənasını ifadə edəcək. Ona görə doğru cavabımız 18-ci sualda B variantı götürüləcək. 19-da mətnə əsasən cədvəl tamamlayın. Oturmuş öküz obrazının xarakterik xüsusiyyəti vətənpərvərdir. Bu nəyə görə müəyyənləşmiş ola bilər? Çünki xalqını ölkəni işğal etməyə qoymur, sonuna qədər xalqın dövlətinin yanında olur. Cadugərin təklifini qəbul etmir və bu nə olur? Təbii ki, ağıllı idi, məntiqli idi, düşüncəli idi. Ondan sonra gəlir növbəti 20-ci suala. Başlıqdakı altına xətt çəkilmiş ifadə, onun məzmununu əlaqələndirən fikir yazın. Bu da olacaq demək, yenə öküz dediyimiz kimi qorxmazlıq, cəsarət simvol olduğuna görə, o da açıq sahədə oturduğuna görə biz buna oturmuş öküz mənasını vermişik. Gəldik növbəti mətnimizə. Bu mətnimiz Edison haqqında, Thomas Edison haqqında mətndir. Təbii ki, mətn publisistik mətndir və burada da Edisonun keçdiyi həyat yolundan bizə danışılır və demək 21-ci sualımıza baxırıq. Kontekstə görə altına xətt çəkilmiş sözün mənası ola bilər. Altına xətt çəkilən sözümüz burada fikir verirsinizsə ki, məşhur sözüdür və kontekstə sözün mətndə işləndiyi mənasıdır. Ona görə də tanınmış, məşhur deməkdir. Bir də populyar, məşhur mənasındadır və C variantı doğru cavabımız götürüləcək. 22. Mətnin əsas və nəticə hissələri arasında əlaqə yarada bilən cümlə. Görürsünüzsə ki, bizim burada 1847-31-ci illərdən başlayır giriş hissəmiz, kəşf etmişdir. Giriş burada bitir və Thomas Edison karyerasını yenilətməyi dövründə qatarlarda konfet demək, qəzet tələbə satmaqla başlayıb. Buradan ancaq əsas hissəmiz başlayır və bu iki hissəni əlaqələndirən fikir biz götürməliyik. Bu da nə olacaq? Onun iradəsi, gücü, zəhmətkeşliyi hesabına rəğbətlə qarşılanır deməsi. Y variantı giriş və əsas və nəticəni əlaqələndirən hissəmiz götürülür. 23-cü suala nəzər salsaq, tüm qara hərflərlə verilmiş söz hansı mətndəkindən fərqli mənada işlənmişdir? Sözümüzə baxaq, tüm qara hərflə verilən sözümüz mətndə hansı sözdür? Kağız sözü bir kağız verərək götürülür burada. Demək, qara hərflə verilən söz və bu da fərqli mənada deyirsə, B variantı olacaq. Ana cəbhədən ki, oğlundan gələn kağızı sevinclə oxuyur. Bu da məktub anlamında istifadə olunur deyə cavabımız demək bizim olacaq 23-cü sualda B variantı. Sonra gəldik demək nəyə? 24-cü sual. Mətndə ifadə olunan hansı fikir doğru deyil? İxtiraçının demək Avropalı olmaması bu doğrudur. Bu çıxır. Çünki Avropalı idi. Bu yanlışdır. Edison dövrünün alimlərindən fərqlənməsi. Bu da doğrudur. Həqiqətən fərqlənirdi. Edison istəyən ilk dəfə müəllimlər tərəfindən üzə çıxarılmış. Xeyr, anası tərəfindən üzə çıxarılmışdı. Bu yanlışdır. Qarşısında işarə qoymuşdur. Tesla fikrinin tarixi. Bəli, bu da doğru deyil. Ona görə də burada cavabımız 3 və 4 A variantı götürüləcək. 25. Mətndə ifadənin əsas fikir. Uğur, gərgin, zəhmət və iradə əsasında əldə edilir. Əsas fikrimiz buydu. Çünki həqiqətən də Thomas Edison gərgin əmək və zəhmət hesabında uğur əldə etmişdi. 26-da üzərində rəqəm yazılmış hansı söz bir-birini əvəz edə bilər? Üzərində rəqəm yazılmış sözlərimizə biz nəzər salaq. Demək, burada tanınmış, ixtiraçı, tanınmış bu yox, tanınmış kəşf yox, əvəz edə bilməzlər bir-birlərini, tamam fərqli anlayışlardılar. Dahidir, təbii ki, xeyir və 5-ci sözümüzə nəzər yetirsək, burada məşhur. Ona görə də məşhur və demək, məşhur bir də mətndə olan tanınmış sözləri bir-birini əvəz edə bilən sözlər kimi götürüləcəklər. Və doğru cavabımız olacaq 26-cı sualda D variantı. 27-ci sual mətnə əsasən uyğun fikirləri müəyyən edin deyir. Bir alim doğrudur və ehtimallı. Bir alim başqa alim haqqında fikir bildirə bilər. Bəli, bu doğru fikirdir. Ona görə biz doğru götürməliyik.
Edison kənd təsərrüfatı ilə məşğul olub. Xeyr, belə bir fikir yoxdur mətndə. 2 yanlışdır. Ehtimaldır. Bir alimin ixtiraları başqa ölkədə istifadə edilə bilər. Bu faktdır. Bu ehtimal deyil. O yüzden bu da yanlışdır. Elektrik lampasının daxili xəttini Edison ixtira etmişdir. Bəli, bu ehtimal götürülə bilər və doğru cavabımız isə E variantı götürüləcək. Növbəti sualımız 28-ci sual nəzərə salaq. Mətnlə bağlı doğru fikirlər. Anası köməyi ilə daxilə çatan şəxs kino aparatını yaratmışdır. Xeyr, belə bir şey yoxdur. Alimlər də sahibkar ola bilirlər. Bəli, təbii ki, sahibkar ola bilərlər. 2. Demək, bizim burada doğru cavabımız götürüləcək. Uşaqların gələcəyini əvvəldən bilmək mümkündür. Xeyr, mümkün deyil. Bunu bilmək yanlışdır. Anası ona cəmi 3 ay təhsil vermiş. Biz bunun müddətini bilmirik, yanlışdır. Müəyyən uzun müddət saxlanıla bilər. Bəli, məktub anasının ölümündən sonra çıxarıldığına görə bəzi əşyalar uzun müddət saxlanıla bilir. Ona görə 5 doğru cavabımız götürülür və C variantı. Mətnə əsasən ardıcıl olaraq eyni məqamla bağlı faktları qeyd etməklə cədvəl tamamlayır. Tarix 60-cı ildir və orada nə olur? Uşağı qatar stansiyasından, taran altından neyinir? Xilas edir. Məkan haraydı? Port Heron idi və sürətlər kim idi? Edison, Jimmy. 30-cu sualda məktəbdən kağız gəlir. Nəticədə neyinir? Ana övladını məktəbə qoymur və ona yalandan deyir ki, sən çox dahisən və sən məktəbə getməyə ehtiyac yoxdur və evdə ana öz övladına evdə fərdi təhsil verir. Edison məhsullar işləmişdir. Təbii ki, məhsullar işlədiyi çox işləyib, daha çox əziyyət çəkib, daha çox kəşflərə, ixtiralara yol atıb, əlatır və bu da ABŞ-da 1098 patenti olduğu bizə məlumdur və mətndə də bunu neyinir? Özünü göstərir ki, mətnimizdə demək onun 1098 nəyi var? Patenti vardır.